Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlıq ilə yenidən qarşınızdayım. Bu gün sizə digər ulduz sistemindən gəlmiş nadir bir kosmik obyekt barədə məlumat vermək istəyirəm. Siri Ay Atlas. Bütün dünya, NASA, astronomlar hazırda bu cismi izləyir, amma hələ də onun tam mənşəyini və xüsusiyyətlərini aydınlaşdıra bilməyiblər. Yəqin ki, bununla bağlı məlumat çıxıb qarşınıza. Çıxmayanlar üçün deyim ki, Siri Ay Atlas bu ilin iyul ayında Atlas teleskopu tərəfindən kəşf edilib. Bu obyekt Günəş sistemimizə başqa bir ulduz sistemindən daxil olub. Söz gedən obyekt Günəşin cazibəsinə tabe olmayan bir trayektoriya ilə yer kürəsinə doğru hərəkət edir. Sürəti təxminən 61 km/saniyədədir. Bu da onun yerli bir asteroid olmadığını göstərir. Bəzi mənbələrdə əslində buna yad planetli gəmisi deyilir və güya onun sürətlə yer kürəsinə yaxınlaşdığı, digər planetlərin yanından keçərkən nə isə araşdırırmış kimi sürətini azaltdığı, hətta Günəşin yanından keçəndə güya dayandığı barədə məlumatlar dolaşır. Maraqlısı budur ki, bu cür məlumatları dünyaca məşhur media qurumları tirajlayır. O media qurumları ki, hələ Covid-19 yox idi, amma onlar artıq bu barədə xəbərdarlıq yazıları verirdilər. Ona görə də bu obyekt barədə düşünmək məncə dəyərli. Düzdür, elmi cəhətdən belə iddialar təsdiqlənməyib. Bizim bildiyimiz bir həqiqət var ki, bu interstellar, yəni kosmik bir qonaqdır və bizə sadəcə kainatın nə qədər böyük və maraqlı olduğunu göstərir. Bu obyektin ətrafında CO2 dominantlı qaz buludu mövcuddur. Bu isə onun Günəş sistemimizdəki cisimlərdən fərqləndirir. Ölçüsü təxminən 5,6 kilometrdir. Bu yad planetli bir gəmidir, ya sadəcə kosmik bir obyektdir. Nədirsə, elmi baxımdan çox maraqlı. Çünki bu obyekt başqa ulduz sistemlərindən belə demək olarsa bizə qonaq gəlib. Bu həm də onu göstərir ki, biz hələ çox şeyi öyrənməliyik və kainat sadəcə gözlə görünənlərdən ibarət deyil. Siri Ay Atlas gəlir, sistemimizə daxil olub, amma biz hələ də onun sirrini tam aça bilməmişik. Deyilənə görə Siri Ay Atlas yerə dekabrın ortalarına doğru yaxınlaşacaq. Ümid edirəm ki, o zamana yəqin ki, tam biləcəyik bu nədir. Ya planetli gəmisi, ya sadəcə kosmik obyekt. Bu kosmik obyekt barədə fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bu arada səhifəmə abunə olmağı da unutmayın. Hər şey gəldi gedərdi, ən əsası can sağlığıdır. Bu yüzden özünüzdən müğayət olun.